Salam aleyküm değerli dostlar, değerli izleyiciler. Bu günler Binə qəsəbəsində sizlere 11 sotun içinde mükemmel, güzel ve bu gördüğünüz şan şarahlı, güzel bir həyət evimizin çəkilişinə gelmişik. Dostlar, evimizin həyətinə söz yok, kamera sistemlerimiz var, bağımız var, bağçamız var. Yani həyət bundan ibarət değil. Axıra kadar baxsaz görərsiniz. Həyətin suyu, addelini, dövlətin qazı, işığı, bütün su kommunalları, işıq olsun. Sənət paket kupçadır değerli dostlar. Sənəti paket kupçadır. Əvvəl onu demək istəyirəm. Ev bu gördüğünüz möhtəşəm evdir. Həyətinə rahat bir şəkildə belə deyim də. Nə qədər maşın desən sığar. Yəni mən sayla desəm yalancı olaram. Bəlkə bir 20 dənə bu həyətə maşın girər değerli izləyicilər. Balkonunda bunun 400-500 nəfər, 1000 nəfərə qədər bəlkə də bunun tək balkonunda qonaq qarşılamaq olar. Yunus, evimizin dostlar, gəlin bir dənə buradan bağını göstərək. Sonra toyuq cücə yerinə girəcəm. Buyurun bağına baxın değerli izləyicilər. Evimizin bağı çox gözəl. İstənilən meyvə ağacları, hər bir şey hazır bir vəziyyətdədir. Əriyinə qədər var. Tut, ərik, nə bilim, nar, bütün meyvələrdən hazır bir vəziyyətdədir. Bunun əlavə çox balkon kimi yeri var. Mətbəx kimi demək olar değerli izləyicilər. Həyət bazıya söz yoxdur. Gəlin indi isə bu həyətdə növ quş növləri olubdur. Qoyun, cücə, mal, qara, hər şey saxlanılıb. Gəlin bizə baxaq tövlələrə, gəlin bura. Dostlar, burada bir dənə çöl sancar qovşağı kimi bir yer var. Gəlin bura, əsas bizim tövləmizdir, sizə buranı göstərmək istəyirəm. Həyət evinin həyəti olmalıdır dostlar. Bax, belə bir gözəl yer olmalıdır. Gəlin bura. Işıqlarını yandırayım. Bir dənə dədə buranı çək. Qoyun quzu saxlamaq üçün addelni yeri. Ferması şəxsidir da buranın. Ferması var. At saxla da yəni həyətində. Al, at saxla. Bura bağa baxın hələ mənzəriyə. Gəlin bura. Burada qapısı var. Həmən o tövlənin giriş hissəsinin ikinci bir yeridir. Həmən o tövləyə girən yerdir. Qoyun quzu saxlamaq üçün nəzərə tutulubdur. Və buradan girirsən və belə bir balaca yerlərdir. Burada sort toyuq cüzələr olubdur değerli izləyicilər. Qapını açım. Bax belə bir yerdir. Nəm qladovka kimi lapatka, dəmir, dümür zat belə şeylər saxlayırlar. Gəlin bura, hələ bitmir. Burada sonra da belə bir yer var. Göyərçin, nə bilim, digər heyvanlar saxlamaq üçündür. Qapısını örtün birdən nəsə bir şey girər, çıxar. Dostlar, sonra gəlin bura. Burada belə bir yer var. Burada da ayrı bir sort toyuq cüzə saxlamaq üçün yeri olubdur. Gördüyünüz kimi dostlar. Hələ işimiz bitmir ha, iş bitmir. Hələ burada o qədər yerlər var ki. Sonra bax burada belə bir yer olubdur değerli izləyicilər. Sonra buradan yenə bax belə bir dam yeri ki var dostlar. Bax buradan da bax belə bir yer var. Yunus, gedəcək əsl toyuq cücənin olan yerində. Bunlar boşdur. Hələ ki bunları seyirib. Gəl bura. Gəl bura dədə. Oy. Gəl bura. Ay maşallah. Əsas mənim istədiyim məqam bu məqam idi ki, izləyicilərimizə göstərək. Gəlin bura. Gəl bura dədə. Gəl bura. Baxın dostlar. Toyuğa, cücəyə baxın. Necə gözəl. Burada sənin görməli yumurtan var həyətən. Yumurtan var. Baxın dostlar, bax. Hər səhər buradan yumurtanı yığ, bax. Sort bax, toyuqlara bax. Göstərdim onları. Qoy bir dənə açsın buranı, bir dəqiqə değerli izləyicilərimiz rahat bir formada görsünlər. Aha. Aha. Dostlar gördüğünüz gibi yani böyle bir şey yoktu da. Çıxaq indi isə çölə. Qalacaqlar inşallah çıxaq çölə. Çöldən çəkintimizi davam edəcəyik. Deməli dostlar, çıxdıq oradan. Həyətimizin qızıl gülləri, hələ də toyuqların səsi gəlir. Onları narahat eləmişik, üzrü saysınlar. Evimizin eyvan balkonu hər iki tərəfdən var. Dostlar buradan da çıxmaq olur, oradan da gəlin buradan mən çıxıb sizə göstərim. Gəlin bura. Evimizin balkon hissəsi.
mətbəx burada yarada biləcəyiniz yer. Evin çorluqlarına çıxmaq hissəsi. Xanımlarının ən yaralı yeri paltar asırğanlar. Yəni hər bir şey mövcuddur. Burada siz necə? Gəlin bura dostlar, gəlin bura. Mükəmməl qonaqlar yola salmaq olar. Bildiyiniz kənd villası da. Hələ buradan bir baseylə nəzarətinə baxaq dostlar. Görün necə görsənir. Həyət bazanın səliqəliyi, təbiili olmağı, hər şey mükəmməldir da. Ən gözəlindən binə bolluq asfalt yola da yaxındır dostlar. Yəni girişə yaxındır, asfalta yaxındır, hər yerə yaxındır. Evdə içi illərin evi daha oturulmuş evdir. Dünən bugünün makler evlərindən deyil. Yəni bu evin qiymətinə dəyər bu ev. Yarım milyonluq evdir. Hal-hazırda biz bu qiymətə sizə... Bax, buradan da qapısı var. Buradan da bir dənə zal var. Bakırlar bildi mən nə tema deyirəm. 2 dənə zalı var evin. Buradan kişilər gəldi, adderni giriş. Ya xanımlar gəldi, adderni giriş üçün. Adderni qapısı var. Bakırların məsələsinə görə bilirəm də mən nə deyirəm. Keçirik evimizin iç hissəsinə. Dostlar, bir dənə evin koridor girişinə baxın. Mükəmməldir. Baxırsınız dostlar. Bir dənə like atın girim də nə olar? Bir dənə like atın girirəm. Like. Baxı olaq. Gəl. Bismillahirrahmanirrahim. Siz keçin qardaş. Mən qapını tutum. Deməli, inşallah dostlar, bax gördüyünüz kimi evimizin hal-hazırda gəldik bura. Siz keçin belə bir tərəfə. Hamısı keçin bu tərəfə. İnşallah mən oraları çəkəcəm Allahın izniyle. Bismillahirrahmanirrahim. Deməli dostlar, evimizin koridoruna gördünüz dayan ki, bir dənə koridorun hələ gözəlliyinə baxın, evimizin koridorunun gözəlliyinə baxın, giriş hissəsinə baxın hələ. Yəni söz burada bitir, kəlmə əsl burada bitir. Dəyərli izləyicilər, hələ bir güzgücüyə baxın. Yəni bu evin yuxarı hissəsi, tavan hissəsi işıqlandırılması mükəmməldir. Gəlin evimiz. Yer də istipoldur dostlar, hamısı. Mətbəxindən tutmuş hamısı istipoldur. Evimizin hal-hazırda bax gördüyünüz kimi belə bir otaq hissəsi var. Mətbəxdir bura. Addenin mətbəx hissəsidir dostlar. Mətbəx hissəsidir. Kameralardan bax buradan gördüyünüz kimi tam 4 bir evin 4 bir yanına, çölünə, həyətinə, küçəsinə, bazasına, hər yerinə nəzarət gedir. Kondisioneri var, nə bilim, hər şey hazır bir evdir. Televizorda da gördüyünüz kimi cənab prezidentimizdir. Burada təqdim aparır. Deməli, gördüyünüz kimi uğlavoy divanı, stolu, mətbəxin bir dənə barı. Nə edirsə, oradan bir dənə götür. Qardaş, bir dənə oradan götür. Değerli izləyicilərimiz görsün ki, necə evimizin mətbəx barı və şey var. Asma tavandır üst hissəsi, değerli izləyicilər. Mərmər qranitdən yığılmadı, gördüyünüz kimi. Suyu, qazı, işığı, hər şey hazır bir vəziyyətdədir. Bunlar necə işlədilər bilmirəm. Bu da şirin sudur, içməli suydur. Yəni buradan açırsan ventilyasiya olunmuş sudur. Qazdır gəlir, sudur gəlir. Hamısı öz qaydasından membran mebeldən yığılıbdır. Bir dənə inşallah keçək otağın, buranın, mətbəxin tam görünüşünü görsün izləyicilərimiz. Yəni necə bir yer yığılıbdır. Bütün avadanlıqları, hər şey tam qaydasında. Gördüyünüz kimi dostlar, buranın işıqlandırılması bax necə lazımdır. Hamısı tam qaydasındadır. Buna da patron qoyursunuz. Buradan. Bu da işıqlı var. Yəni hamısı öz qaydasında. Gəlin bura hələ. Buradan sancar qovşağına. Daxil olmağın sancar qovşağına yer istipoldur. Buyurun. Belə bir sancar qovşağımız var. Hamam. Bildiyimiz hamam duşakabinləndir. Yəni çox səliqəli duşakabindir. Hər iki tərəfdən açılandır. Gördüyünüz kimi. Moydadırı. Burada moydadırını görürsünüz dostlar. Səliqəli moydadırdır. Yəni bahalı moydadırlardandır. Yəni gördüyünüz kimi qəşəngdir, yığılıb. Qapısı, sancar qovşağının qapısı belə ən keyfiyyətlisindən. Burada ayaq yolumuzdur. Gəlin bura dostlar. Buradan göstərək ayaq yolunu. Ayaq yolunun o yuxarı hissəsi var, taxtalı olan yer. Orada kombinin yerləşmə yeridir. Plus bizim gizli otağımız var. Tam gizli otaqdır. Gəlin bura. Ay maestay, bu məstəğin otağı deyirsiniz var. Gəlin bura. Bura bizim gizli otağımızdır. Ki dostlar, buranı heç kim bilmir da yəni. Bu otaq elə bir otaqdır ki, gəldiyin istəyirsən iş kabinet elə, istəyirsən burada nə bilim axı belə özün üçün şərait yarat. Bir üstəki pəncərədən birbaşa küçəni görürsən, həyəti görürsən yəni.
Yəni səliqəli. Və bu hissə avantajlıdır. Çox avantajlıdır. Ya da istəyirsən əldamı kimi hər şeyi yığ. Bu boyda həyətdə yəni hər şeyi yığmaq üçün çox şey yerlər var. Yəni buranı polmu otaqdır da. Gizliyin bir otaq. Gəlin bura. Keçəyin evimizin zalına. Değerli izleyiciler, zalımıza keçək. Ev sahibi de gelsinler bura. Gəlin zalımıza inşallah. Bismillahirrahmanirrahim. Evimizin bura bir zalı. Gördüğünüz kimi geniş, qəşəng işıqlandırılmayla çox səliqəli, super bir zaldır. Panorama pəncərələri var. Değerli izleyiciler, göründüğü kimi qəşəng evimiz lüks təmir olunubdur. Qiyməti də çox münasibdir. Yəni bu qiymətə belə bir ev yoxdur da dostlar. Gəlin bura. Evimizin ikinci zalı. Işıqlarını yandırayım. Baxın. Bura evimizin ikinci zalı. Bakılılar tutan Süleyman. Yani bildiyinizdə söhbət nədən gedir? Qapısı da var buradan adelinə. Buradakı ikinci zalımızdır. Tam necə lazımdır. Yəni belə eləyək də Allah şərdən uzaq eləsin. Deyir şər deməsə xeyir də gəlməz. Xeyir şər üçün mükəmməl böyük bir zaldır da. Yəni sabahları evdə nəsə bir şey oldu, başqa yerə gedib pul tökməyə gərəkmir. Öz evində öz xeyir işidir, toyudur, bayramdır, burada qeyd edə bilərsən inşallah ki. Gələn tək qonaqlar olsun. Gəlin bura. Atalardan məsal var ha. Deyir 100 yiyənin olsun, bir deyənin olmasın. Kaş şeyler hamı gelsin, yesin, içsin, çıxsın, getsin. Gəlin bura. Evimizin bax orta peregrotkalarına kadar hamısı qoşa daşdır. Qapılar da ki kəlmə deyir ki məni öp da bu qapı deyir məni öp. Gəlin bura dostlar. Evimizin yataq otağının genişliyi, mesafəsi, kvadratı böyük bir kvadratdadır. Geniş bir yataq otaqlardır. Yəni sözüm yoxdur da bu evə. Kondisionerinə qədər hamısı süper və yataq otağından mənim ən bəyəndiyim şey nədir? Sanitar qovşağının olmağıdır. Sanitar qovşağında bütün aksesuarlar hamısı bahalı. Moydadırına qədər dostum oradan bir dənə dibdən çəkək. Moydadırına qədər hamısı hazır vəziyyətdədir. Yəni gəldin asma tavandır üstünə qədər gördüyünüz kimi. Yəni evə söz yox. Bir sözlə bunun hətta qoşa tutardı. Sanitar qovşağının belə yerləri qoşa tutardı. Gəlin digər yataq otağına. Otaq sayımız da maşallah çoxdur. Videomuz biraz uzun sürdü. Bax burada bizim digər yataq otağımızdır. Hətta buranı uşaq otağı kimi istifadə edirlər, dəyərli izləyicilər. Yəni üst tavandan, abo hissəsindən görmək olur ki, necə bir formada və necə bir dizaynda yığılıbdır. Real alıcılar, məncə bu fürsəti əldən qaçırmayaq. Gəlin inşallah Allah hər kəsin xeyrini versin. Bura evdə də davışı. Allah alana da, satana da xeyir versin inşallah. Ruzu bərəkət nəsib eləsin. Bax bu qapıdan inşallah gəlin gəlsin. Bax bu güzgüdə bəlgəli şəkil çəkəsiniz. İnşallah o gün olsun bu evdə ana körpəsini qucağına alsın. Bax burada bir dənə şəkil çəkdirsin. İnşallah deyirəm, sizlərlə sağollaşıram. Allah hər kəsdən razı olsun. Qiymət ekranda görürsünüz. Değerli izleyiciler, əlaqə nömrələrimiz var. Mütləq səhifəmizi beğenin, abone olun ki, Sultan Ops ailesi olarak biz daim sizin yanınızdayız.